Amma heç bir halda daşınmaz əmlakın 2026-cı ildə ucuzlaşması, qiymətinin enməsi gözlənilmir. Azərbaycanın Qarabağ problemindən sonra ikinci ən böyük problemi məhz bu sənədsiz evlərdir. Minimum əmək haqqının məbləği hal-hazırdakı səviyyədən təqribən ən azı bir 50% artırılsın. Əvvəllər belə düşünülürdü ki, qiymət artımı təkcə bazara müraciətlərlə bağlıdır. Əgər iqtisadi bir qanun var, bir bazara çox müraciət olunursa, o zaman həmin bazarda qiymət artımı labid olur. Amma hal-hazırda daşınmaz əmlak bazarında qiymət artımını səciyyələndirən təkcə müraciətlərin sayının artması deyil. Burada başqa amillər də var. Həmin amillər nədən ibarətdir? İlk növbədə ölkə iqtisadiyyatının böyüməsi. İqtisadiyyat böyüdükcə həmin ölkələrdə təbii ki, daşınmaz əmlak bazarında da qiymətlər artır. Yəni, turizm sahəsi inkişaf eləyir, daha çox xarici turistlər ölkənin belə deyək ki, daşınmaz əmlak bazarına müraciət edir və eyni zamanda daşınmaz əmlak bazarı artıq bütün dünyada məşhur bir bazara çevrilir. Azərbaycan bazarı da bu saat həmin bazarlardan biridir. Avropada inkişaf etmiş ölkələrdə bildiyiniz kimi daşınmaz əmlak növləri çox yüksək qiymətə təklif olunur və elə ölkələr var ki, həmin ölkələr iqtisadi cəhətdən inkişaf etməyib deyə o ölkələrdə daşınmaz əmlak o qədər də prioritet təşkil etmir. Amma başlıca səbəblərdən biri də məhz daşınmaz əmlakın bugün investisiya cazibədarlığının çox yüksək olmasıdır. Yəni, hal-hazırda istər kapital yığımını həyata keçirən sadə vətəndaşlar, istər sahibkarlar hər dəfə ilin sonunda qərar qəbul edirlər ki, hansı istiqamətə investisiya yatıracaqlar. Və bu sualın birmənalı cavabı təbii ki, daşınmaz əmlak olur. Niyə daşınmaz əmlak daha çox digər vasitələrdən investisiya cazibədarlığı baxımından seçilir? Birinci, ona görə ki, daşınmaz əmlak təkcə dövr keçdikcə qiymət artımına məruz qalmır, eyni zamanda onu məhsuldar və faydalı istifadə etdikdə dövrü olaraq, davamlı olaraq gəlir əldə etmək mümkündür. Qeyri-yaşayış obyektidirsə, onu icarəyə verirlər, yaşayış obyektidirsə kirayə verirlər və bununla da çox böyük qazanclar əldə olunur. Deməli, daşınmaz əmlak həm dövr keçdikcə öz qiymətini artırır, həm də eyni zamanda daimi, stabil gəlir əldə etmə imkanı verir. Avtomatik olaraq müraciətlərin sayı artdıqca kirayə bazarının daha çox gəlir əldə etmə imkanları yaranır və sahibkarlar da öz fəaliyyətlərini bu istiqamətə yönəldirlər. Yəni, mənzil satın alınır, həmin mənzildə müəyyən kosmetik təmir işləri aparılır və ondan sonra həmin mənzillər kirayə bazarına çıxarılır. Bu da əlavə bir biznes sahəsi kimi yaxın dövr üçün, yəni son illərdə Azərbaycanda öz aktuallığını daha da yüksəldib. Bundan başqa bildiyimiz kimi xarici amillər də var. Xarici amil deyəndə mən nəyə nəzərdə tuturam? İlk növbədə təkcə yadda saxlamaq lazım deyil ki, Bakı və ətrafında, ümumiyyətlə Azərbaycanda daşınmaz əmlak artır. Bütün dünyada hal-hazırda daşınmaz əmlak öz qiymətlərində artım dövrünü yaşayır. Necə ki, bildiyiniz kimi qızılın qiyməti artır, necə ki, ümumiyyətlə götürdükdə hansı ki, istehsal olunur, istər qeyri-ərzaq, istər ərzaq məhsulları, onların logistik, başa gəlmə xərcləri daha yüksəldiyindən onların da qiymətində artım baş verir. Bütün bu qiymət artımı dolayısıyla yolla ölkə iqtisadiyyatına, eyni zamanda dünya iqtisadiyyatına təsir göstərir. Və qiymət artımını səciyyələndirən səbəblərdən biri də məhz bütün dünyada olan qiymət artımıdır. Bayaq qeyd etdiyim səbəbdən həm ona görə ki, daha çox investisiyalar daşınmaz əmlaka yönəldilir bu baxımdan, həm də daşınmaz əmlak az risklidir. Nəyə görə? Hər hansı bir fövqəladə hadisə baş verərsə, təbii fəlakət baş verərsə, hətta belə olan təqdirdə əgər daşınmaz əmlak sığortalanıbsa, onun böyük bir riski olmur.
Amma digər sahələr, tutaq ki, biznes sahəsi, hər hansı bir proses nəticəsində qanunvericilikdə dəyişiklik baş verərsə, həmin biznes sahəsinin inkişafında problem yarana bilər. Alternativlər meydana çıxarsa, həmin biznes sahəsinin gəlirləri azala bilər. Amma daşınmaz əmlak elə bir sahədir ki, onun gəlirləri 100 illərlə davam edir. Mən ötən ilin son aylarından icazənizlə başlayım. Son aylarda çox böyük hərəkətliliyi biz, dinamizmi hiss elədik. Bu da təbiidir, çünki bayaq qeyd etdiyim kimi il ərzində müəyyən kapital yığımı baş verir. İlin sonunda qərar verilir ki, bu kapital yığımı vətəndaşın həyatında hansı yeniliklərə doğru istiqamətlənsin. Yəni, eləsi avtomobil alır, eləsi tutaq ki, bağ sahəsi alır, eləsi torpağa yatırım edir, eləsi daha bir mənzil alır. Yəni, bu yatırımlar ilin sonunda baş verdiyinə görə dekabrda çox böyük dinamizmi biz hiss elədik və bu yanvara doğru da təsadüf etdi. Hal-hazırda daşınmaz əmlak bazarında qiymətlərdə artım tendensiyası qalmaq etibarilə çox böyük sıçrayışlar yoxdur. Müəyyən qədər daha çox artımın stabilləşməyə meyilləndiyini biz görə bilərik. Bu heç də o demək deyil ki, daşınmaz əmlakın 2026-cı ildə qiymətində bir çox, belə deyək ki, mütəxəssislər də bu istiqamətdə proqnozlar verəndə yanılır. Mən bunu xüsusilə qeyd etmək istəyərdim. Hər hansı bir uzlaşma baş verəcək. Çünki bir çoxları düşünür ki, əgər 2026-cı il iqtisadi və maliyyə baxımından optimallaşma, qənaət, iqtisadi fəaliyyətin çətinləşdiyi, vergilərin artdığı bir dövrdürsə, bu daşınmaz əmlaka da təsir göstərəcək və bu istiqamətdə ucuzlaşmalar baş verə bilər. Belə ehtimallar edirlər. Tamamilə yanlışdır və bu istiqamətdə proqnoz verən dostlarımız daha çox maliyyə sahəsinin nümayəndələridir. Onlar iqtisadi, məntiqi hesablamalarla bu istiqamətdə fikirlər söyləyirlər, amma bir məsələni deyim ki, daşınmaz əmlak o qədər də məntiqə bağlı bir istiqamət deyil. Və burada əsas bazara müraciət edənlərin sayı, ölkədəki iqtisadi durum, manatın alıcılıq qabiliyyətində baş verən dəyişikliklər, xaricdə baş verən tendensiyalar və o cümlədən ölkədə hansı sahədə əlavə yatırım, yəni investisiya istiqamətlərinin meydana gəlib-gəlməmək ehtimalları. Əgər Azərbaycanda səhəm kağızları, fondlar, fond birjaları, digər bu kimi investisiya istiqamətlənməsi mümkün olan sahələr aktuallaşarsa, vətəndaşlar artıq birbaşa öz yatırımlarını hər hansı böyük korporasiyalara etmə imkanı əldə edərlərsə, bundan yararlanarlarsa və bu istiqamətdə fəaliyyət inkişaf edərsə, bəlkə də daşınmaz əmlakın qiymətində artım müəyyən mənada stabilləşər. Amma heç bir halda daşınmaz əmlakın 2026-cı ildə ucuzlaşması, qiymətinin enməsi gözlənilmir. Bu, mövcud iqtisadi qaydalara da ziddir, bayaq qeyd ediyim prinsiplərə də ziddir. Ümumiyyətlə, Azərbaycanın Qarabağ problemindən sonra ikinci ən böyük problemi məhz bu sənədsiz evlərdir. Qarabağ problemini Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandanın başçılığı ilə Azərbaycan ordusu və Azərbaycan xalqı birlikdə bir vahid tam güc olaraq həll etdi. Və indi ikinci problemin həll olunması istiqamətində ciddi addımlar atılır. Bu addımlar nəticəsində ölkə iqtisadiyyatı çox böyük mənfəət əldə edəcək. İmzalayıb ki, bu istiqamətdə irəliləyişlər olsun və şükürlər olsun ki, bu istiqamətlərdə müəyyən yeniliklər var. Həmin yeniliklərdən biri də son günlər verilən məlumatdır. Artıq vətəndaşlar müvafiq icra qurumlarına müraciət etdikdə onların sənədlərində hər hansı bir uyğunsuzluq
kateqoriya uyğunsuzluğu olduğu zaman birbaşa imtina verilməyəcək. 15 gün ərzində araşdırma aparılacaq. Həmin araşdırma bütün dövlət qurumları tərəfindən yönəldiləcək. Son nəticədə vətəndaşın təqdim etdiyi sənədlərdə informasiyaların köhnəliyi, hər hansı bir texniki səhvlər müəyyən olunarsa, bu ona imtina etməyə əsas olmayacaq. Bu istiqamətdə dövlət vətəndaşa bu və ya digər formada yardımcı olacaq. Əgər həmin ərazidə doğrudan da vətəndaş mülkiyyət sənədlərini əldə etmək imkanına malikdirsə, hər hansı bir qanunsuz bir belə deyək, əsaslar yoxdursa, qanunu pozma faktları mövcud deyilsə, o zaman vətəndaşın sənədlə təmin olunması həyata keçiriləcək. Yəni, söhbət ondan gedir ki, torpaq sahəsi və üzərindəki tikili, meşə zolağının yaxınlığında, strateji obyektlərin qonşuluğunda, yüksək gərginlikli elektrik xətlərinin altında, kommunal xətlərin üstündə deyilsə, magistral yolların strateji istiqamətlərində deyilsə, o zaman həmin torpağa və yaxud fərdi yaşayış evinə sənədlər təqdim olunacaq. Hal-hazırda bu mümkün görünmür, amma nəzərə alsaq ki, hər il orta əmək haqqı öz əvvəlki dövrə nisbətən artıma məruz qalır. Bildiyimiz kimi 2025-ci ilin nəticələrində 9,2% əvvəlki ilə nisbətən orta əmək haqqı artıma məruz qalıb. Həmin indeksə uyğun olaraq da Azərbaycan hökuməti hər il əmək haqqılara artım belə deyək ki, təmin edir. Və bu onu göstərir ki, müəyyən artım var, amma qiymətlərin çox sürətlə bahalaşması bir devirdə təbii ki, vətəndaşların daşınmaz əmlak əldə etməsi üçün onların kreditlər əldə etməsi vacib şərtdir. Çünki həm ipoteka kreditləri, həm bank kreditləri daha çox əlçatan olmalıdır ki, vətəndaşlar mənzil əldə etsinlər. Biz elə təsəvvür edirik ki, tutaq ki, Amerikada və yaxud Avropada yaşayan vətəndaşlar, o insanlar, həmin ölkələrin vətəndaşları öz əmək haqqları ilə tutaq ki, mənzillər əldə edə bilirlər. Əslində, bütün dünyada müəyyən bir yığım dövrü var ki, həmin yığım dövründən sonra böyük qərarlar verilir. Məsələn, avtomobil alınır, mənzil alınır, bağ sahəsi alınır. Bu təbii bir prosesdir. Amma ölkənin iqtisadi səviyyəsinin inkişafından asılı olaraq, tutaq ki, Avropadakı insan, vətəndaş bu yığımı bir neçə ilə edirsə, bizdə bu müddət daha çox tələb olunur. Yəni, bizdə əmək haqqılar hal-hazırda o qədər də yığım üçün perspektivli görünmür. Amma Azərbaycan dövləti inkişaf edən dövlətdir. Hökumət bir sıra islahatlar həyata keçirdir. Həmin islahatların nəticəsində düşünürəm ki, dövr keçdikcə əmək haqqıları da artacaq, minimum əmək haqqı da artacaq. Məsələn, bizim təklifimiz var ki, minimum əmək haqqının məbləği hal-hazırdakı səviyyədən təqribən ən azı bir 50% artırılsın. Çünki onsuz da ayrı-ayrı şirkətlər, müəssisələr əmək haqqı hesablayarkən minimum əmək haqqını göstərirlər, digər hissəni isə qeyri-rəsmi şəkildə işçiyə ödəyirlər. Bu da kifayət qədər vecdən yayınma hallarını artırır. Minimum əmək haqqı daha yüksək olsa, bu həm vergi sisteminə bir müsbət təsir göstərəcək, həm işçilərin gələcəkdə pensiya təminatının artırılması istiqamətində mühüm əhəmiyyət kəsb edəcək, həm dövlətin özü üçün də, vətəndaş üçün də bir müsbət göstərici olacaq. Kredit əlçatanlığının təmin olunması, ipoteka kreditlərin bayaq qeyd etdiyimiz kimi istiqamətlərinin artırılması, məbləğin artırılması, müddətin artırılması, kreditlərin əlçatanlığının təmin olunması vacib şərtlərdən biridir. Çünki hər bir cəmiyyətdə fərqi yoxdur. Bu, Azərbaycan cəmiyyəti olsun, qonşu dövlətlər olsun, Avropa dövlətləri olsun, müəyyən bir ciddi taleyüşlü qərar vermək üçün müəyyən bir dövr tələb olunur. Yəni, ev almaqdır, ailə qurmaqdır, avtomobil almaqdır, insan həyatında, ömründə çox ciddi qərarların verilməsini tələb edən hadisələrdir. Məhz
Bu hadisələri həyata keçirmək üçün vətəndaşların ailə büdcəsinin düzgün planlaşdırılması, eyni zamanda əmək haqqlarının getdikcə artırılması xətti ilə davam edən iqtisadi islahatlar, Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafı, xüsusilə də mövcud bizim ehtiyatlarımızdan istifadə edərək kənd təsərrüfatının inkişaf etdirilməsi çox vacib elementlərdən biridir. Müasir Azərbaycan dövr keçdikcə elə bir şərait yaradacaq ki, məhz Azərbaycan vətəndaşları çox asanlıqla istər kreditlərə müraciət etməklə, istər müəyyən bir qısa bir dövr ərzində maliyyə və kapital yığımını təmin etməklə əmlak sahibi ola biləcəklər.